Hamınıza salam. Bugün sizinlə birlikdə 5-ci sinif ingilis dili səhifə 40, 41 və 42-yə işləyəcəyik. Gəlin başlayaq. İlk öncə bizim burada bir mətnimiz var. Mətnimizin adı Home on Water. Suyun üstündəki ev kimidir. Hello, my name is Leo and I am from England. In the United Kingdom. Salam, mənim adım Leodur. Mən Birləşmiş Krallığın İngiltərəsindənəm. My home is a houseboat on the river Stord. Mənim evim bir çayın üstündə yerləşən gəmi evidir. My friends at school are curious about it because it's on the river and it is different. Mən məktəbdəki dostlarım bu ev üçün çox maraqlanırlar. Çünki bu bir çayın üstündədir və bu fərqlidir. My home is not big, but it is comfortable. Mənim evim böyük deyil, amma çox rahatdır. There are two bedrooms, a living room, a kitchen and a bathroom. Burada 2 dənə yataq otağı, bir dənə qonaq otağı və bir kuxna və bir ayaqqabı vardır. There aren't any walls between the living room and the kitchen. Qonaq otağı ilə mətbəxin arasında heç bir divar yoxdur. There is a stove, a fridge and a small table with chairs. Burada soba, soyuducu və kiçik bir stol, yanında da 2 dənə stul vardır. There isn't a sofa, but there are many pictures on the wall and many vases with plants. Burada oturmağa heç bir divan yoxdur. Amma burada divarda çoxlu şəkillər və içində bitkiler olan çoxlu vazolar vardır. My parents are fans of the nature. Mənim valideynlərim təbiəti azərkeşirlər, yəni təbiəti çox sevirlər. There is a TV too. Burada bir televizorumuz da var. Oh, and soccer on TV is my favorite thing. Və televizorda futbola baxmaq mənim ən sevdiyim məşğuliyyətimdir. My favorite place at home is my bedroom. Evimdəki ən sevimli yerim mənim öz yataq otağımdır. In my bedroom, there is a bed, a closet with my comic books and my clothes, a table and a chair. Mənim otağımda bir yataq, mənim paltarlarım və komik kitablarım, stolum və stulum var. And I am a music student. So of course, there is my guitar too. Və mən bir musiqi şagirdiyəm. Əlbəttə ki, burada mənim bir gitarım da vardır. And you, bəs səndə? What's your home like? And what's your favorite place at home? Bəs sənin evin nəyə bənzəyir? Sənin evindəki ən sevdiyin yer harasıdır? Mətni oxuduğumuza görə keçək tapşırıqlara. Gəlin birinciyə keçək. Look at the text and images. Mətnə baxın və şəkilləri gözdən keçirin. Then complete the sentence with the words below. Sonra aşağıdakı verilmiş sözlərlə cümlələri tamamlayın. Gəlin baxaq. This text is from a magazine. Bu mətn bir mağazindən götürülüb. The name of the is Home Sweet Home. Bu da section bölmə kimi keçir. Bu da mətnin adı Home on Water'dır, amma ümumi rahat evlərdən kimin bölməsindən danışılır. The of the article is Home on Water. Bu da the title olacaq. Deyir ki, mətnin adı isə suyun üstündəki evdir. Gəlin keçək ikinci tapşırığa. Read and listen to the text again and complete the notes. Təslim mətnə qulaq asın və tamamlayın. Biz oxuyub qulaq asdığımız görə yenə tamamlamayacağıq. Keçək işləməyə. Birinci. Leo's country. Leo'nun yaşadığı ölkə. England, İngiltərə. Leo's home location. Leo'nun ev yeri. Mətndə oxuduğumuza görə Leo'nun evi bir çayın üstündədir. Onun üçün yazacaq ki My home's on the river Stord. Onun evi river Stord'undadır. Üçüncü. Number of the rooms in Leo's home. Leo'nun otağında otaqların sayı.
Leon'un evindeki otaqların sayı. Leon'un evində oxuduğumuz kimi Leon'un evində bir mətbəx, 2 yataq otağı, bir qonaq otağı və bir də ayaq yolu vardır. Və burada olur 5 otaq. Onun için yazacaq ki 5 rooms. 5. Dördüncü. Object not present in Leo's home. Leon'un evində bu hissə yoxdur. Mətndə də oxuduğumuz kimi there isn't a sofa. Burada bir divan yoxdur. Onun için yazacaq ki sofa. 5. Leo's favorite place at home. Leon'un evindəki ən sevimli yeri. Buraya yazacaq ki my favorite place at home is my bedroom. Yazacaq ki Leo's bedroom. Gedək 4-cüyə. Find the words in the text. Explain them to your partner. Burada verilmiş sözlərin mənalarını aydınlaşdırın və onları partner yoldaşınıza izah edin. Bir lüğət üstə dictate in order to help you. Bir lüğətdən istifadə edin ki, sizə kömək etsin. Gəlin, indi mən bu sözlərin mənalarını yazım. Burada bütün sözlərin izahlarını yazdım. Gəlin, baxaq. Comfortable, bilirik, rahat deməkdir. Feeling physically relaxed at ease. Özünü fizikal olaraq çox rahat hiss etmək. İkincisi, komik. Komik Azərbaycan dilində komikslər. Türk dilində isə fiziki romanlar deyilir. Gəlin, baxaq. A book or magazine that contains a sequence of drawings in panels that tell a story often about superheroes. A comic book or comic strip. Deyir ki, komiklər əsasən bir hekayə haqqında çəkilmiş panellərdir. Komik kitabları və yaxud dərgiləri ola bilir. 3. Curator. Eager to learn or know something. Yəni, nəsə öyrənməyə çox maraqlı olan insanlar deyirlər. Fun. Fun burada azərkeşin nəzərə tutulub. An admirer, yəni bir azərkeş. 5. Move. Yer dəyişdirmək. To change position or location. Bir yerdən başqa yerə keçmək kimi də mənası vardır. İndi keçək 5-ə. Complete the sentence with the expressions from the text. Cümlələri mətndən götürüb tamamlayın. Nature is the favorite thing. Zirə olacaq burada. Fun of nature. Burada yazılmışdır. 2. I am a sports fan. Soccer on the TV is my favorite thing. Mən bir idman azərkeşiyəm. Televizorda futbola baxmaq mənim ən sevimli məşğuliyyətimdir. Bəli, mənim ən sevimli məşğuliyyətimdir. İndi keçək 6-cıya. Daha doğrusu burada 3'ü yatan salmışıq, 3'ə keçək. Words in context. Bu sözləri şəkillərə name the pictures with the words in boxes. Burada verilmiş sözləri şəkillərə uyğunlaşıb yazın. Məsələn, birinci şəkildə bir çay şəkli görürük. Onun üçün river. İkinci şəkildə isə burada stove. Yəni stove yazılır. Stove. Üçüncüdə biz bir vaza şəkli görürük. Vaza ingiliscəsində vase deyilir. Bu yazılır ki vase. Və dördüncü, axırıncı olaraq burada biz bir komik hissəsindən görürük. İngiliscə də komik qalır. Buraya yazılır ki comic book. Comic book. İndi 6-cıya. Match is a causes with the results. Burada verilmiş rəqəmləri düzgün hərflərlə birləşdirin. Gəlin baxaq. There is a TV in the house. Leo's favorite. Deyir ki, evdə bir dənə televizor var. Futbol baxmaq Leon'un ən sevimli məşğuliyyətidir. B variantı. There is a computer in his room.
Onun otağında bir gitar var. Çünkü Leo is a music student. Leo bir musiqi şagirdidir. Yəni musiqi məktəbində oxuyur. C variantı. His friends are crucial. Onun dostları çox maraqlıdır. Burada yazacaq ki Leo's house different. Çünki Leo'nun evi çox fərqlidir. D variantı. There are many ways with the plants inside. Burada içində bitki olan çoxlu vazolarımız var. Daha sonra yazacağıq ki 3. Leo's parents are fans of nature. Yəni burada sual və nəticələr olur. Yəni məsələn, onların evlərində bir dənə televizor var. Leo futbol oynamaq çünki çox sevir. Leo'nun otağında bir dənə gitar var. Çünki Leo musiqi məktəbində oxuyur. Onların evlərində çoxlu vazolar var, içində bitki olan. Çünki Leo'nun ailəsi təbiəti çox sevir. İndi keçək sonraki səhifəyə. Burada bir diyalogumuz var. Gəlin ilk öncə diyalogumuzu qulaq asaq və sonra mən tərcümə edeyim. Hey, Layla, look at my dining room. Isn't it great? Oh, wow! What's that? Is it a table? Yes, it is. It's a Japanese table. Now look at the living room. What? There aren't any chairs. I know. That's my favorite part of the apartment. Henry, your new apartment is awesome. Diyaloqu qulaq asdığımıza görə gəlin tərcümə edək. Hey Layla. Layla, look at my dining room. Layla, mən yemək otağıma bax. Burası mükəmməldir, deyilmi? Oh, wow. Bu nədir? Bu bir stol mudur? Bəli, bu bir Yapon stoludur. Və indi isə qonaq otağıma bax. Nə? Burada heç bir stul yoxdur axı. Mən bilirəm. Bu mənim öz evimdəki ən sevimli hissəmdir. Henry, sənin yeni apartmanın çox gözəldir. Burada da gördüyümüz kimi bir Yapon stilində tikilmiş ev vardır. Bu da onun bəhs elədiyi stolu və gördüyünüz kimi heç bir yerdə bir dənə də stul yoxdur. İndi keçək ikinciyə. Complete mini dialogs with the expiration below. Burada verilmiş sözlərlə mini dialogu tamamlayın. Gəlin baxaq. This is the yard. It's really nice. Burada deyə bilərik ki this is the yard. Isn't great. Isn't it great? Bu bir həyətdir. Bu mükəmməl deyilmi? Bəli, bu qəşəngdir. İkincisi. Your bedroom is awesome. Sən otağın mükəmməldir. I know. Mən bilirəm. Oh, wow. Çox gözəl. Kim mənası var. İndi keçək üçüncüyə. Üçüncüdə biz indi trəkə qulaq asacağıq. Bu trək isə biz yoxlayacaq ki, biz ikinci tapşırıqda düz demişik, yoxsa yox. Gəlin trəkə qulaq asaq. Isn't it great? I know. Oh, wow! Qulaq asdığımıza görə gəlin dördüncüyə keçək. Listen and repeat. Qulaq asın və təkrarlayın. Gəlin qulaq asaq və sonra mən tərcüməsini deyim. Is it a table? What's that? Qulaq asdığımıza görə gəlin indi tərcümə edək. Is it a table? Bu bir stoldumur. What's that? Bu nə idi? İndi keçək beşinciyə. Work in Paris. Birlikdə işləyin. Read questions, listen, check and pronunciation. Sualları oxuyun və sonra isə onların doğrudur. Gəlin ilk öncə listenimize qulaq asaq. Is there a yard? Where's the bathroom? Listenə qulaq asdığımıza görə gəlin bunun tərcüməsini edək. Is there a yard? Burada bir həyət mi var? Where's the bedroom? Ayaq yolu haradadır? İndi keçək 6-cı tapşırığa. Listen the dialogue again, then practice with a partner. Burada verilmiş dialoqa yeniden qulaq asın və həyat yoldaşınızla təkrar edin. Biz yenə qulaq asmayacağıq.
Çünki mən aslında qulaq asdıq. Siz isə gedib bunu parta yoldaşlarınız ilə rol eləyərək bir-birinizlə soruşacaqsınız, danışacaqsınız. İndiki isə 7-ciyə. Roleplay and new dialogue. Follow the steps. Bu da verilmiş addımları edərək yeni bir diyaloq yaradın. Birinci. Change the words in blue to write a new dialogue in your notebook. Bu da verilmiş mavi sözə dəyişərək yeni bir diyaloq qurun cümlə dəftərinizdə. Practice your dialogue with a partner. O yeni qurduğunuz diyaloqu bir parta yoldaşınız ilə oxuyun. Present your dialogue to class. Sonrası birlikdə sinifdə danışın. Bu da verilmiş mavi sözləri uyğun sözlər dəyişməlisiniz. Məsələn, dining room yerinə kitchen yaza bilərsiniz. A table yerinə məsələn TV, məsələn, mətbəxinizdə bir televizor var ki, mənad eləyə bilərsiniz. Bugünlük bu qədər. Sizinlə birlikdə 5-ci sinif ingilis dili səhifə 40, 41 və 42 işlədik. Gələcək videomuzda görüşmək ümidi ilə. Hələlik.